Salam futbol azərkeşləri. Bugün Qarabağın ulduz yarım müdafiəçisi Marko Yankoviçin gələcəyi ilə bağlı ən son məlumatları sizə təqdim edirik. Avropanın bir neçə klubu artıq Montenegrolu futbolçunu transfer etmək üçün ciddi maraq göstərir. Marko Yankoviç Ağdam təmsilçisi ilə 2027-ci ilin yayına qədər müqaviləyə malikdir. Lakin Fanat.az xəbər verir ki, Zagreb Dinamosu, Yunanistanın Olimpiakosu və bir neçə Kipr klubu ona Qarabağda aldığı maaşın 3 qatını təklif ediblər. 30 yaşlı yarım müdafiəçi UEFA Çempionlar Liqasında yaxşı çıxış edərək diqqət çəkib. Menecerlər ona Avropa klublarından gələn sərfəli variantları çatdırıblar. Bu isə onun gələcəyini sual altına qoyur. Baş məşqçi Qurban Qurbanov futbolçunun son vaxtlar yalnız komandaya yönəlmədiyini görür. Klub rəhbərliyi isə düşünür, müqaviləni yeniləmək və maaşı artırmaq, yoxsa Markonun transferinə icazə vermək. Dinamo Zagreb və Olimpiakos Markoya ciddi maraq göstərir. Kipr klubları isə maliyyə baxımından sərfəli təkliflər verə bilər. Marko UEFA səviyyəsindəki çıxışı ilə Avropa klublarını heyrətləndirib. Avropa təklifləri onun qazancını 2-3 dəfə artıracaq. Qarabağda qalmaq onun üçün həm stabil, həm də UEFA Çempionlar Liqasında çıxış imkanı deməkdir. Qarabağ isə ulduz futbolçusunu itirmək istəmir, amma sərfəli təklif qarşısında da qərar verməlidir. 1. Müqavilə yenilənir, Marko qalır, maaşı artırılır. 2. Transfer olur, Avropa klublarından gələn təklif qəbul edilir. 3. Razılıq olmur, Marko qalır, amma narazılıq ola bilər. Qarabağ azərkeşləri bu xəbəri diqqətlə izləyir. Media və sosial şəbəkələrdə Markonun gələcəyi ilə bağlı müxtəlif müzakirələr gedir. Yaxın həftələrdə Marko Yankoviçin gələcəyi açıq-aydın görünəcək. Qarabağ rəhbərliyi və baş məşqçi qərar verməlidir. Qalmaq, yoxsa Avropaya transfer? Sizcə Marko Qarabağda qalmalıdır, yoxsa Avropaya getməlidir? Fikrinizi şərhlərdə paylaşın. Əgər futboldan xəbərdar olmaq istəyirsinizsə, kanalımıza abunə olmağı unutmayın və zəng işarəsini basın.